Ay, hər vaxtınız xeyir olsun, xoş gəlib, səfa gətirmisiniz. Yurd FM-də qonaqlıq zamanıdır. Bəli, bizi eşidirsinizsə, bilin ki, radiomuzun çox dəyərli bir qonağı var. Qonağımızla sizi indi tanış edəcəm, amma biraz da intizarda qalın. Görək, kimdir qonağımız? İndi təqdim eləyirəm. Deməli, qonağımız artıq gəlib, bayaqdan gəlib, maşallah, məsuliyyətinə söz ola bilməz. Çünki sənətkarlarımız həqiqətən də işinə çox, hətta belə deyim, köhnələr deyək də. Köhnələr işinə çox məsuliyyətlə yanaşırlar. Azərbaycan Respublikasının xalq artisti, dəyərli sənətkarımız, kamança ifaçımız Elşən Mansurov qonağımızdır. Xoş gəlmisiniz Elşən müəllim. Xoş gördük Əsəl xanım. Çox şadam burada olmağımdan. Düzü imkan daxilində həmişə əgər radionu açıramsa Yurd FM-i dinləyirəm. Çünki burada çox gözəl musiqi, çox gözəl aura var və sevərək dinləyirəm. İmkan olanda əlbəttə. Tək həmişə imkanınız olsun, bizi dinləyin. Biz bundan şad olarıq. Sizi kimi sənətkarlar bizi dinləsinlər. Həqiqətən də Yurd FM-i çox demiyorlar ki, sənətini sevən insanlar, sənətə dəyər verən insanlar hamısı demiyorlar, dinləyirlər, sağ olsunlar. Təbii ki, milli musiqimizi sevən insanlar da sevərək dinləyirlər. Elə məqsədimiz də budur ki, milli musiqi ifaçılarımızla xalqımızı görüşdürürük, dinləyicilərimizi görüşdürürük. Təbii ki, efirə imkanı olub baxanlar efirdən bilirlər, baxmayanlar sadəcə sənətinizi, musiqinizi sevirlər, heç özünüz haqqında çox məlumatları yoxdur. Ona görə də sizi bugün bura dəvət eləmişik ki, xoş söhbət eləyək, dinləyicilərimiz də sizi biraz daha yaxından tanısın. Mən də dinləyicilərimizi salamlayıram, ümid eləyirəm ki, itirdikləri vaxt boşa getməyəcək, sevərək dinləyəcəklər. Çünki bugünkü həyatımızda ən bahalı, ən tapılmayan şey zamandır, vaxtı. Onu əlbəttə adicə telefonda gözəl bir məlumat oxuyanda, gözəl bir elmi mi, ya praktik mi, nəsə bir adama lazım olan bir şey oxuyanda adam sevinir ki, bu vaxtım, bu gündə nəsə öyrəndim, bu anda da nəsə öyrəndim. Ona görə də mən tamaşaçılarımızın, dinləyicilərimizin əlbəttə tamaşaçılar da olacaq. Həm də tamaşaçılardılar. Vaxtına çox böyük dəyər verirəm. Çalışaraq ki, itirməsinlər o vaxtı. Ay, çox sağ olun dəyərli fikirlərinizə görə. Həm də tamaşaçılarımız var. Çünki yurdfm.az yazaraq bizi canlı izləyə bilirlər, hal-hazırda onlayn şəkildə görə bilirlər. 90.7-dən isə bizi radiolarında dinləyən dinləyicilərimiz var. Deyirik ki, vaxtınız gözəl keçəcək. Elşən müəllim demişkən, həqiqətən vaxtdan dəyərli heç nə yoxdur. Tək o vaxtınızı dəyərli yerlərə sərf edərsiniz. Burada olduğunuz üçün peşman olmayacaqsınız. Biz yavaş-yavaş başlayaq. Gəlirsən? Gəlib artıq dinləyicilərimiz. Bu başdan bütün dinləyicilərimdən biraz nitqimdəki qüsura görə üzr istəyirəm. Çünki radio ilə bir sistemdir ki, olanı da 5 qat artıq daha çox hiss elətdirir. İndi bilmirəm nitqimdə hiss olunur yoxsa diş həkimindən gəlmişəm. Üzrlü sayın dəyərli dinləyicilərim, biraz iynənin hələ keyi açılmayıb deyə biraz ola bilər nitqimdə qüsur hiss edəsiniz, deyəsiniz ki, bu qızın niyə danışığı başqa cürdür? Birazdan danışdıqca açılıb keçəcək. Bilinmir, heç qəti bilinmir, rahat olun. Onu mən bilirəm, Elşən müəllim, onu məndən soruşun. Keçər, eybi. Əsas odur ki, canımız sağlam olsun. Qalan hər şey düzələr. Hə, Elşən müəllim, birinci bu sualı verəcəm. Yəqin ki, bu sualı sizə verən ilk mən deyiləm və son da mən olmayacağım. Eldar Mansurovla heç bir qohumluğunuz yoxdur, düzdür? Eldar Mansurovla və ümumiyyətlə Bəhram Mansurov deyək. Aha, mən hələ Eldar müəllimdən başladım. Laf o Bəhram Mansurov, Mirzə Mansurov, Mirzə Mansur Mansurov o böyük bir nəsildilər. Azərbaycan musiqisində öz yeri, öz yəni çəkisi olan bir nəsildir. Yox, biz qohumluğumuz yoxdur, qohumluq əlaqələrimiz yoxdur. Ancaq həyatda çox bir-birimizi sevən insanlarıq. Elxan Mansurov, nəinki tanış, bir müddət qonşu da olmuşuq. Elxan Mansurov tarzanımız, gözəl tarzanımız, operanın uzun illər tarzanı olub, indi də məncə fəaliyyətdədir. Elxan Mansurovla da çoxlu bizim lent yazılarımız var.
Məsum İbrahimovla, Səbuhi İbayevlə, hələ onların lap gənc vaxtlarında biz lent yazılarımız var. Yəni Mansurovlarla soyadı sadəcə bənzərliyidir, heç bir qohumluq yoxdur. Hə, ancaq çox yaxınıq. Çünki özüm də salamlayıram burada. Dəyərli sənətkarlarımızı salamlayırıq. Allah dəyərli sənətkarlarımızı qorusun. Dünyadan köçənlərə can sağ, Allah rəhmət eləsin, daha doğrusu dünyadan köçənlərə. Yerdə qalanlara Allah can sağlığı versin. Özüm də araşdırarkən deyirəm ki, Eşən müəllim gəlir. Deyirəm bəlkə mən bilmirəm də ola bilər. Biz Mansurovlardan biri də var, qardaşımdır. Xalq artisti Tarzan Malik Mansurov. Bəli, Malik Mansurov o mənim qardaşımdır. Amma indi Eldar Mansurov. Deyirəm bəlkə mən nəsə burada qarışdırıram. Yox, gördüm, yox, qohumluq yoxdur. Dedim yenə soruşum. Yəqin ki, bunu ilk və son deyil də. Hər halda bunu yenə sizdən soruşacaqlar. Bəli. Eşən müəllimin canı, səhhəti necədir? Canım, səhhətim inanırsınız. Yaxşı görünürsünüz, maşallah, turp kimi görünürsünüz. Həkimlərin telefonumda nömrələri yoxdur. Ay, nə gözəl. O çox gözəl nüansdır ya. Ancaq dostlarımın var, həkim dostlarım var əlbəttə. Sağlamlıq baxımından maşallah yaxşıyam. Hardasa hər gün imkan olanda bir 10 kilometr gəzə bilirəm. Rahat. Mənim burada Qaraevdə bir evim var, 12-ci mərtəbədədir. Onun təmiri vaxtı mən ora 4 ay gündə 2 dəfə, 3 dəfə bir nəfəsə qalxırdım 12-ci mərtəbə. Maşallah. O da mənim gəncliyimdən gəlir. Əlbəttə mən gənclərə də cavanlara çox tövsiyə eləyərdim ki, idmanla məşğul olsunlar. Professional olmasa da sevimli bir iş kimi həmişə idmanla məşğul olsunlar. Mən təxminən 18 yaşıma qədər, 14-15 yaşımdan 18 yaşıma qədər il boyu Sumqayıtda yaşırdıq biz. Dənizdə çimirdim, qışda da. Qışda da? Qışda da, bəli. Göydən qar yağırdı, fevral ayında mən suyun içində olurdum. Yəni özümün Ananız necə icazə verirdi? Anam sağ olsun deyir. Anama Allah rəhmət eləsin. O zaman yəni atam da, anam da bizə indiki ata-analar kimi deyirdi. İndi çox belə, çox əzizləyir uşaqları. Hə, çox əsiri. Ancaq o vaxt oyadırdı ki, bəs getmək istəmirsən bu gün dənizə. Deyirəm, yox, gedəcəm. Axşamdan tapşırırdım. Qışda da oyadırdılar. Bəli, saat 6-dan dururdum, gedirdim tək özlə. Qaranlıqda, ala-qaranlıq idi. Belə nəsə bir maraq var idi, bilmirəm nə idi o. Atanız da üzürdü və yox, kimsə var idi? Mən tək gedirdim. Yox, heç kim. Tək. Necə qəribə gəlir? Doğrudan qəribə gəlir. İndi özüm baxıram. Ana deməlidir ki, ay bala, hara gedirsən, qoyma. Hələ bir atanı da qızışdırmalıdır ki, qoyma o getsin dənizə. Yox, yəni idmana böyük həvəsim var idi. Getmişəm də güləşə, boksa, judoya belə. Ancaq kamança hamısını üstələdi. İndi ora gələcəm ya, hardan hara, qışda dənizdə üzən adam hara, kamança ifay. Mən elə bunun şokundayam ki, 15-16 yaşlarında uşaq ana durğuzur ki, qışın get dənizə. O vaxt elə idi, o vaxt Spartanska obrajitmi belə bir söz var idi. Üşüyürdüm əlbəttə, bilirsiniz necə vərdişlə olan şeydir. İndi onun amma xeyrini bəli, onun xeyrini görürəm. Bütün ömrüm boyu. Sonra mən əsgəri oldum. Uzaq Şərqdə, Xabarovskda. Orada oranın yerli adamlar donurdular, mən donmurdum. Çünki mən artıq o öyrəşmişdim o. Eşən müəllim, neçə yaşınız var? İndi 63 içindəyəm. Mən sizə bir söz deyim, həqiqətən də o üzünüzün o dərisi var. Hər halda onun bir 40-larda qalmasının səbəbi o vaxtda o qışda çimməyinizdir. Siz donmusunuz, o illəri dondurmusunuz orada. O illər orada qalıb. Yaddan çıxmışıq. Yaddan çıxıb. Allah sizə ömür versin. Nəinki xarici cavanlıq. Mən əminəm ki, siz fizikən də, ruhən də çox belə yaxşısınız, cavansınız. Bəli. Maşallah, bu sizin enerjinizdən hiss olunur. Danışacağıq birazdan. Reklam fasiləsinə ayrılacağıq. Dəyərli dinləyicilərimiz, qulağınız bizdə olsun. Qonağımız çox dəyərli sənətkarımız, xalq artisti Eşən Mansurovdur. Gəlirsən. Gəlin bizə. Gəlin görün burada hansı söhbətlər gedir. Qonaq gəl bizə. Davam edir Marshall Parkın sponsorluğu ilə. Qonağımız Azərbaycan Respublikasının xalq artisti, kemançı, ifaçımız Eşən Mansurovdur. Marshall Park haqqında birazdan sizə məlumatları çatdıracağam. Gəlin əvvəlcə söhbətimizə elə qaldığımız yerdən davam eləyək. Deməli,
Qışda çimən oğlan. Mən oradayım. Mən elə bunu unutmayacağam. Qışda dənizdə çimən oğlan. Necə oldu? Bildiyim qədərlə siz qarmon sevmisiniz əvvəllər, düzdür? Onu da bilirsən. Hə, onu da bilirəm. Dənizi bilmirdim, amma qarmonu bilirdim. Hə, mən o vaxt qardaşımı atam ümumiyyətlə musiqini çox sevirdi. Yəni o vaxt ki məncə o zaman insanları hamısı musiqi, yəni elə bir şey idi ki, başqa nə etməlidir? Bir musiqi var idi, bir idman, bir də işi gücü oxumağı hamının da belə deyək. Əyləncə yerləri o qədər də öldü indiki qədər. O vaxt ona görə insanlar radioya, televiziyaya çox bağlı idilər və atam qardaşımı o vaxt tara qoydu. Tarla məşğul oldu qardaşım və bir ili mənim ürəyim partladı ki, mən nə vaxt mən qarmon çalacam. Mən də qarmon istəyirdim. Hə. Həmişə saatlarla Malik məşğul olanda yanında oturdum, ona baxırdım, çalışırdım, tarın simin belə-belə qurtarım. Çox həvəsim var idi. İndiyəcən də yadımdadır o anlar. Sonra mən sevindim ki, artıq mənə də həmin gün gedirdilər qarmon alma. Yox, mənə apardılar qardaşımın müəlliminin yanına. Hə, o mənə yoxladı eşitməmi, ritmimi, musiqi duyumumu. Hə, sonra o məsləhət gördü ki, bu tarın yanında bir kamançası olmalıdır. Bunun da eşitməyi falan çox yaxşıdır. Bunu kamançaya məsləhət görüblər. Ancaq mən evdə kamança gözləmirdim. Getdilər mənə almağa nəsə. Hə, gəldilər evə. Çox maraqlıdır ki, həmin momentdə bəlkə də o reallıq idi, bəlkə yuxudaydı. Günortalar axı məcburən yatızdırırdılar bizi də analarımız. Hə. Günorta yatanda divarda da o 5 manatlıq radiolar deyirlər. Ondan var idi. Həmişə o işləyirdi. Musiqi vaxtı biraz xodun verirdilər. Ancaq danışıq olanda belə az xodun. Ancaq həmişə işləyirdi. Mətbəxdə idi o bizdə. Mən yatanda kamança səsinə oyandım. Bilmirəm, onun yuxuda eşitdim səsini, ya o zaman çalırdılar. Kiminsə ifası idi. Dəqiq deyə bilmərəm. Neçə yaşlar? 7 yaşımda. 8 yaşım vardı artıq. Məktəbdə 2-ci sinifə gedirdim. Oyandım, gördüm ki, gətirdilər kamançanı ki, bəs bunu sənə aldıq. Dedim, axı mən qarmon istəyirdim, qarmon demişdim. Dedilər ki, qarmon qutarmışdı, bunu dedilər. Dedilər ki, kamança yaxşıdır. Mənim üçün inanın ki, bəlkə də o qədər fərqi yoxdur, ancaq musiqi istəyirdim. Götürdüm, sürtdüm, gördüm, səsə çıxmır. Qardaşım tar çalırdı, o da belə-belə dıngıldatdan səs vardı. Ancaq kamanla çalanda olmadı. Bunu apardılar kamançanı ustaya. Mən də evdə gözləyirəm. Gətirdilər, demə ona mum sürtmək lazımdır, kanifol kamanla. Onu sürtüb gətirdilər, çaldı. Qardaşım başladı çalmağa, belə göstərdi Malik. Çox xoşuma gəldi, çox sevdim. Əsas da birinci simini. O nəzik simi. Bayağı. Elə ondan sonra apardılar məni, rəhmətli mənim müəllimim var idi, Qulu müəllim. 40 ildən sonra mən onu görüşdük ondan. 40, bəlkə də daha çox. 40 il. İndi 63, o vaxtda 8 yaşım mənim. Nə qədər eləyir? Bir 50 zat falan var. Xırdalığa getməyə çox bilirlər. Məni apardılar Qulu müəllimin yanına, o mənə dərs dedi və ilk dəfə, Allah ona rəhmət eləsin, kamançanı mənə o sevdirdi. Deməli, Qulu müəllimə 8 yaşında getdiniz, bir də neçə il sonra, 50 il sonra hardasa gördünüz, yoxsa? Bəli, təxminən 5-6 il bundan qabaq rəhmətə getdi, ondan da hardasa 7-8 il qabaq. Yadında qalmışdı. Necə, o qədər gözəl, bilirsiniz necədir? Biz hərdən bir şeyi unuduruq ki, biz həmişə göz qabağındayıq. Yəni, yaxşı mənada deyirəm, bu təkəbbür kimi yox. Biz əgər bugünkü sənətdə buradayıqsa, bura gəlincə həmişə nəzərdə olmuşuq. Müəllimlərimizin, valideynlərimizin, dostlarımızın, bizi sevənlər hamı izləyib və birdən görürsən ki, 20 il görmədiyin bir adam səninlə inciyir ki, deyir, bəs necə olur, mən səni tanıyıram, sən məni tanımadın. Deyirəm, qardaş, mən səni görəndə sənin 48 kilo çəkim var idi. İndi 162 kilosu olub dostlardan. Və deyir, yaxşı,
deyir, mən səni görməmişəm, bax, bu 20 ildir görməmişəm, ancaq sən məni hərdən efirdə, konsertdə, orada, burada görsən, mən sənin gözün qabağında qocalıram, ancaq mən səni görmürəm. Belə şeylər olur, ancaq əlbəttə müəllimlərim çox olub, ora yəqin ki, o temada, o mövzuda danışacaq, ancaq mənim birinci ilk müəllimim və hər şey sevgidən başlayır. Hə. O elə eləyə bilərdi ki, mən dünyada ən nifrət elədiyim bir iş bu olardı, musiqi olardı. Və nəyə görə deyirəm, hər şey sevgidən başlayır, sevdirmək lazım. Bugünkü gün mən özüm də neçə illərinin müəllimiyəm, hər şeyi onun üzərində qururam mən. Çünki A hərfi odur, hər şeydə, musiqidə də, sənətdə də, evdə də, məişətdə də, hər şey sevgidən başlayır. O mənə necə sevdirdisə, mən çox sonralar başa düşdüm ki, o yazıq cəmi 2-3 dənə mahnı çala bilirmiş. Təsəvvür edirsiniz onu. Onun təhsili də yox idi. O vaxt Zəngilandan uşaq vaxtı gəlmişdi bura. Qardaşı Aqil müəllim savadlı tarçalan idi. Ona da kamança öyrətmişdi, gətirib düzəltmişdi. Mən Sumqayıtda Nərmanov adına musiqi məktəbi var orada. Yəni, nə orta musiqi təhsili var idi onun. Sadəcə ruhu sevirmiş onu. İnanırsınız, mən hələ bir dəfə uşaq vaxtı belə bir moment olmuşdu. Mən dərsə gecikməmək üçün ac gəlmişdim. Səhər-səhər. Ki, gecikməyim, yox, qayıdım, evdə yeyərəm, yatıb qalmışam, nəsə belə. Bizim də evdən hardasa bir 10 dəqiqə yolu idi, piyada. O vaxt da maşın yolu, belə şeylər az idi, əlbəttə, rahat idi. Mən gəlib dərs çala-çala birdən huşumu itirmişəm. Düşmüşəm piyanonun üstünə, kamança düşüb yerə, mən aylandı, gördüm onun qucağındayım. Təzən zəng elədilər evə, anam gəldi, aparla mənə həkimə yoxlatır, dedilər, yox, ac olub, ona görə şəkəri düşüb, nədə olur da uşaqlarda. Necə sevirmişsiniz, sevərək, uşaq vaxtı belə necə sevərək. İnanırsınız, ondan sonra gələndə məndən birini soruşurdu, yemək yemisən, deyirdim, yeməmişəm, mütləq nəsə verirdi ki, bunu ye, sonra dərsə başlayaq. Yəni, nəyə görə deyirəm, o insan o qədər sevdirdi mənə o musiqini, onun o münasibəti ilə, qayğısı ilə və yəqin ki, özü də bilmədən məni də bugünkü pedaqoji fəaliyyətimdə həmişə o mənim içimdədir. Yəni, mən hələ yadıma gəlmir ki, kiminsə əlindən vurum, hansısa bir uşağın əlinə toxunum ya, hamısı pişim-pişimlə sevərək, sevgi yaradaraq, belə. Musiqi, incəsənət sevərək, sevdirərək öyrədiləsi bir yerdə, şiddətlə, hansı məcburiyyətlə olası bir şeydir, o insanın içindən, ruhundan gəlməlidir, onu sevməlidir. Ancaq hansısa vaxtda tələbkarlıq lazımdır, orada da biraz bəlkə də uşaq bilmir axı nə öyrənir, nədir bu? Hardasa, mən məsələn həmişə deyirəm, o piano çalanlara mən biraz yazığım gəlir. Onlarda da çox çətindir. Onlarda elə bir periyod var ki, o periyodda onlara şiddət deməzdim, ancaq yanında gərək oturacam. Polis ola yanında nəzarətçi. O mütləqdir. Razılaşarlar məncə bütün piyanistlərin anaları. Siz yaxşı bilərsiniz, evdə var yoldaşınız. Yoldaşınız bu sayda. Birazdan bunlardan da danışacağıq. Qısa-qısa təbii ki, istəyirəm ki... Mən çox danışdım biraz, öz səsim başıma tutdu. Mən sizə bir söz deyim, sizin o qədər rahat auranız var ki, yəni normalda mən daha başqa suallar verməliyəm, biraz daha baxıram, o qədər gözəl danışırsınız, keçidləri o qədər gözəl verirsiniz. Heç burada mən olmasam da bəs eləyərdi. Siz bir saat oturub burada qəşəng dinləyicilərimiz üçün danışardınız. Allah sizə can sağlığı versin. Həqiqətən də elə bu müsbət auranız həmişə var olsun inşallah, Eşən müəllim. Eşən müəllim, mən bayaqlar reklamdan qaydında bir mahnı səsləndirmişdim, amma istəyirəm ki, qısa bir canlı ifa dinləyicilərimiz üçün səsləndirək. O gözəl kamançamız orada dayanıblar. Sonra kamançadan sizə suallar da verəcəm. Kamança təbii ki, küsür, onu bilirəm. Tez-tez küsəndir. Amma sizdən küsməz, yox? Elə küsür bir dəfə. Bir dəfə elə küsdü məndən. Düz 6 ay danışmadı. Təsəvvür edin. 6 ay? 6 ay danışmadı. Yəni, istədiyim səsi vermirdi. Yəni, elə bil ki, o elə bir vəziyyətə gəldim. Getdim, başqa bir kamança gətirdim ki, gətirim 2-3 gün çalım, bəyənsəm alım onu. Onu gətirəndən sonra bu düzəldi. Ağılma gəldi. Düzəlmə
Bilməsən yerə başqası gələcək. 2 gün, 3 gün dalbada maşında qoydum. Evə qaldırmadım, tənbəllik elədim. Ondan incidi məndən. Mən inanıram ona. Həqiqətən də doğrudan küsürlər. Özdə o adamla ki, mən uşaq vaxtı məndə bilməm, başqa adamlarda da bəlkə olub. Mən o qədər o işlərdə humanist olmuşam. Mən dərsdən gələndə soyuq olanda özüm üşüyəndə yadıma düşürdü ki, balaca vaxtda 1-də 2-də oxuyanda. Gedirdim, çantamı da gətirdim, yorğanın altına salırdım ki, kitablarıma soyuq olar. Hər şey canlı idi mənim üçün belə, nə qəribə. İndi bundan sonra gəl danış da. İndi necə danışaq indi? Eşən müəllim. Eşidirəm. Yəni ki, kamançanın danışdığını eşidirik, bunu bilirik. Danışdıran sənətkarlarımız çoxdur. Kamançanı ağladan da var. Kamançanı, nə bilim, coşa gətirən də var. Amma hələ bu cür belə söhbət elətdirəni hələ görməmişdim. Kamança sanki belə payız fəsli, yağış yağır. Sanki belə oturub bir romantik əlində kofe çay içdim bu kamançayla. Noş olsun. Necə qərib. Ay, siz mənə maraqlıdır. Nə keçirdi ürəyinizdən onu ifa eləyəndə? Hardaydınız? Burada deyildiniz o dəqiq. Yox, burada deyildim. Ancaq çox uzağa da gedə bilməzdim.
Ancaq əlbəttə o Yox, gözünüz belə doldu, yəni hardaydınız? Onu siz elədiniz. Bilirsiniz, ümumiyyətlə musiqidə belə bir şey var. Bura girincə mən belə bir dəfə bir söz demişdim. Dünyada qorxduğum bir-iki şeylər varsa, onlardan biri də kamançadır. İnanırsınız, o deyirlər nəsə. Doğrudan qorxmayan biriyəm çox şeylərdən. Allahımdan həmişə qorxmuşam, öz nəfsimdən həmişə qorxmuşam. Bir də qorxduğum bir şey kamançadır. Ələ verir sizi. Yox, bilmirəm nə çıxacaq. Əlimə götürəndə bilmirəm nə çıxacaq. Baxmayaraq ki, hazırlığım nə səviyyədədir. Ancaq o anda sənlə necə söhbət quracaq, onu bilmək olmur. Onda elə başa düşürəm ki, İndi alındı. O mənim ruhumun bugün ehtiyacı olan musiqini sizə ifa etdirdi. Bəli. Mən elə çünki siz ifa elədiniz. Bir anlıq belə bugün biraz qəribə idim. Dedim, necə insan o yəni odur yəni. Getdim, mən də burada deyildim. Bəli. Getmişdim yəni. Qəribədir, çox qəribədir. Heç kamança öz probleminiz olanda, yəni özünüzün bir dərdiniz olanda, ifa eləyəndə ağladıb sizi? O qədər. İnanın ki, o hardasa mənim hardasa ən son ümidim olan vaxtlarım olub. Onda hər şeyi o qəbul edib, o götürüb üstünə. Bütün elə şeylər var ki, doğrudan da onu heç qıyıb ən yaxın adamına da demirsən ki, onu yükləmək istəmirsən. Ancaq o yazıq elə şeylər görür ki, həmişə ən pis vaxtımda deyim ki, o dözüb mənə, belə deyək. Neçə ildir artıq sizinlədir? Bu kamançam mənim uşaqlıqdakı kamançamdan sonra ikinci kamançamdır və indiyəcən də. Bir 30-20? Hardasa, yox, 78-ci ildə almışam bunu. Bunun sədəflərini özüm düzmüşəm, özüm bəzəmişəm bunu. Əl işinizdə hamısı. İndi mən təsəvvür edirəm, siz onu necə qoruyursunuz, ona kimsə toxuna bilər? Əlbəttə toxunur. Mən biraz o barədə əlimdən gəldiyinə görə, kamançamın bütün işlərini özüm gördüyümə görə hərdən tələbələrim də götürür, salır. Adam var, doğrudan da vermir. Əslində mən onun tərəfdarıyam, gərək aləti heç kimə verməyəsən. Ancaq mən biraz o barədə keçir günahımla verirəm. Bağışlayır, hər halınız da sizi qəbul edib də artıq kamançanızda. O artıq çoxdan mənim, necə deyim, bədənimin bir üzvüdür, belə deyək də. İnsan elə bil ki, neçə il əlində tutarsan bunu. Yəni, bəlkə dibinə su zad verən olsa, indi kök də atmışdı əlimə. Yox, doğrudan da yəni ki, artıq o ailə üzvüdür, o artıq yəni, ailəmin üzvüdür, belə deyərdim. Yəni, mənim həm dərdimdir, həm sevincimdir, hər tərəfli. Çox qəribədir. Yəni, canlı milli musiqi ifa edənlər düzdür, bütün musiqi alətlərinə aiddir, amma milli musiqinin bir başqa ruhu var da, bəlkə onun o ağacdandır, dərisindəndir, simindəndir, hər nədirsə o insanla vəhdət olur və ona görə mən fikir vermişəm. İfaçı və aləti eyni kamançadır da, eyni quruluşdur, yəni necə olur, eyni simlərdir, amma ifaçı necə biridirsə, kamançasının hətta bənzərliyi belə öz sahibinə oxşayır. Qəribədir, kamançanın sizə bənzəyir, yəni. Seçilmiş insanlar var bu həyatda. Bilmirəm, bu elmlə nə qədər maraqlanırsınız, amma həqiqətən seçilmiş insanlar seçilmiş ailələrdə dünyaya gəlir və həyat onlara nə istəyirsə verir. Çünki sizin ailənizin fərqliliyi elə oradan bəllidir ki, qışda dənizə dur gedib deyən bir ana. Uşağının əlindən tutub heç bir özləri bu sənətin peşənin sayəsidir ki, mənim davamçım olsun, belə olsun, o deyil də, yəni o peşə başqadır. Əlinə kamança verir, yəni əlinə başqa o vaxtı musiqidə çox böyük bir çörək də yox idi, belə deyək. İndiki qədər böyük bir hörmət də yoxdur. İndi şükür Allah dövlət səviyyəsində çox böyük dəyər verilir, amma o vaxtı bu qədər dəyərli deyil idi sənətimiz. Yəni o dövrdə belə sizi seçən bir ailəyə düşmüsünüz. Və çox qəribə, mən sizin video görüntünüzə baxırdım, ailənizin belə mənzərəsinə baxdım. Dedim, bu Tanrının
xoşbəxt insanıdır ki, Allah onun hər şeyini özünə uyğun qurub ətrafında. Ailəniz belə sanki sizlə tamamlanıb. Oğlunuz, gəliniz, nəvəniz, yoldaşınız bir bütövsüz. Allah xoşbəxtliyinizi daim eləsin inşallah. Gəlmisinizsə, buradasınızsa bilirsiniz ki, çox gözəl söhbətlər gedir burada. Çox gözəl musiqilər səslənir. Eyşən müəllim, maşallah, Eyşən müəllimdən yorulmazlar. Eyşən müəllim, harada olsaz yəqin ki, istədirlər ki, otur, getmə, hara gedirsən, 100%. O qədər belə auranız qəribədir ki, o qədər də yaxşı tanımırlar, onu görə çox istəyirlər. Ya, nə elə deyirsiniz? Sizin elə o ruhunuz bəsdir, sizin necə insan olduğunuzu göstəricisidir. Bir ifadə dinlədik Eyşən müəllimdən. Deməli, bu ayaqları qəribə nüanslara toxunmuşduq. Biraz sənət yolunuzda belə deyək, neçə böyük, çoxlarını işləmisiniz yəqin ki, hə Eyşən müəllim? Bəli, çox. Alim müəllim ən çox uzun sənət yolu getmisiniz deyəsən Alim müəllimlə. Bəli, Alim Qasımovla, bizim böyük sənətkarımızla 11 il işləmişəm, 11 il. 11 il. Ancaq Nəzakət Teymurova ilə daha çox işləmişik. Yəni, haradasa 25-30 ilə yaxında Nəzakət xanımla. Mən Alimlə, belə deyək, işləyən son illərdə artıq həm də Nəzakət xanımla işləyirdim. Gözəl sənətkarımız, əzizimiz. Nəzakət xanımın konserti orada oldu, var idi yəqin ki, mən gələ bilmədim. Allah mən bir arzumu da yerinə yetirdi. Dedilər, çox möhtəşəm. Mən Nəzakət xanımla çox belə böyük proyektlərimiz olub, eləmişik layihələrimiz. O qədər mənə xoş gəlirdi onlar. Deyirdim ki, Nəzakət, belə ləzzət, adam zaldan qulaq asaya buna. Və Allah onu da mənə qismət elədi. Qulaq astı, ifa eləmədi? İfa eləmədi. Mən köçəndən sonra Xankəndinə, ora köçəndən sonra artıq Xəyyam Məmmədov, bizim əziz dostumuz, orada ifa eləyir, Nəzakət xanımın yanında. Bəli. Siz indi Xankəndində yaşayırsınız? Bəli, orada yaşayıram. Mən heç o məlumatı ötürmüşəm. Ailəvi yoxsa tək? Ailəvi. Hamını götürüb... Yox, yoldaşımı götürüb getmişəm. Uşaq gəlin, bir də nəvəm buradadılar. Qısqandım sizi, sevdim. Xankəndi cənnətdir də, cənnət. Çox gözəl bir yerdir, çox, necə deyim... Gəlmək istəmərsiniz yəqin oradan. Bura? Yox. Yaxşı edirsiniz. Mən o qədər sevinirəm ki, mən ora üçün darıxmağıma sevinirəm ki, mən bura gələndə darıxıram ora üçün. Doğrudan darıxlas torpaqlardır. Qəribə bir sərvətimizdir, belə deyək, cənnət məkanımızdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsgərlərimizi qorusun Allah. Bəli, o Ali Baş Komandanımızın Allah dəmir yumruğunu var eləsin. Həqiqətən bugün biz o torpaqlara vətənimizin bir hissəsi idi, amma yaşamırdıq. O hissə qalmışdı qıraqda. 30 il, 32 il ora həsrət qalan insanlar var və həmişə onlara acıyıram. Bəziləri, inanırsınız, qələbə xəbərin eşidəndən sonra da rəhməti dünyasını dəyişənlər var, ayağın ora. Məsələn, ora hər gələn adama mən sevinirəm, inanırsınız. Mən Arif Babayevi görəndə, o görüntüləri görəndə ki, o necə çəli ilə, Allah rəhmət eləsin, bu yaxınlarda 40 günün verdilər. Orada gəzəndə dedim, o qədər sevinirdim ki, ay Allah, kaş İslam Rızayev də gedib Füzulini görəydi, o da görmüş. Biz çox böyük sənətkarlarımız, məsələn, o həsrətlə yaşadılar, görmədilər o günləri. Ona görə mən istəmirəm ora mənim üçün adiləşsin. Mən hər gün səhər orada durub o dağlara baxanda, mən istəmirəm onu öyrəşim. İstəyirəm həmişə elə o cür acgözlüklə baxım, o səviyyədə baxım ki, elə bil dünən, axırıncı günümdür bəlkə də baxıram, belə. Çünki oranın qiyməti, qədəri çox böyükdür. Həm mənəvi dəyəri, həm təbii sərvət olaraq dəyəri, həm bir şəhər olaraq gözəlliyi, havası. Həm də bizim o yaralı yerimiz idi də, Allaha qurban olun, bu günlərdə keçdi. Böyük xəcalətdən qutardı. Çox böyük, çox böyük. Şən müəllim, sizin yoldaşınız da dərs deyir. Orada da çalışır, yoxsa yox? Bəli, biz elə bir yerdə getdik ora, orada fortepiano dərsi aparır o, mən də kamança. Neçə ildir evliliyiniz artıq? Evliliyimiz oğlumun 36-nın Oğuldan içindədir. hesablayır. Unutmuşsunuz. Mən bunu
mehriban ailəyə söz salmaq istəmirəm, amma Eşən müəllim mən inanırsınız o illəri saymaq istəmirəm, çünki arzuladığımdan çox az olur. Aman Allahım, bir kişi siyasəti Eşən müəllim. Yaxşı siyasətiniz 37 var. ildir. Necə söhbəti dəyişdi, gördünüz, deyirsiniz arzuladığımdan da. Siz o xanımın könlünü belə fəth eləmisiniz, hə, illərdə. Hə, o da bizi əlbəttə çox maraqlıdır. Hər ailə Azərbaycanda o qədər böyük dəyər var ailəyə. Bəlkə də həddindən artıq. O qədər də lazım deyil. Ancaq doğrudan da bizi elə bil ki, anadan olandan ailə başçısı olacaq bir adam kimi böyüdüblər. Çox maraqlıdır. Bizdə hamımız fikir verirsiniz, biri yanında nəvəsi ilə gəzəndə birinci arzu nə olur da, deyir, toyunu görəsən. Düzdür. Toy niyə eləyirlər? Ki, o ailə qursun. Bəli, bəli. Yəni, ailə bizdə çox mühüm bir institutdur da, belə deyə. Ona görə də hamımız ona hardasa hazır oluruq. Əlbəttə, indiki vaxtda biraz o şeylərdə problemlər var. Onlar da ümid edirəm ki, ötəridir. Musiqi ilə hamısı düzələcək. Hamısı musiqi ilə düzəlib gedəcək. Siz illərlə həm də iş yoldaşı olmusunuz xanımınızla, düzdür? Tələbə yoldaşı olmuşuq. Tələbəliyimiz olub. Sonra müsabiqədə bir yerdə çox, o da bir maraqlı bir mövzu olub. Məndə yəni elə belə heç nə olmur. Deyim ki, hə, mən bugün durum, gedim, sabah bu işi görüm, yox. Məni hər işə sövq eləyən nələrsə olub. Həyatım ümumiyyətlə elədir, başdan ayağa. İşarələrə gedirsiniz. Bilirsiniz, o vaxt mən müsabiqəyə hazırlaşırdım. Konservator Üzeyir Hacıbəyov adına bir dəfə oldu o müsabiqə. Sonra dağıldı da, yəni eseri də dağıldı. Nəsə, orada 6 respublika iştirak edirdi. Mən də onda birinci kursda oxuyurdum, Musiqi Akademiyasında indiki. Və məni ora hazırlama, müəllimim istəmədi. Vaxt baxımından 2 başqa tələbəsi var idi, onları hazırlayırdı. Mən də istədim hazırlaşım, dedi, yox, sənə mənim vaxtım yoxdur. Dedim, onda icazə ver, özüm hazırlaşım. Dedi, yox, mənlik deyil. Təsəvvür eləyin ki, getdim ora, bura, nəsə alınmadı. Sonra mənim qardaşımın müəllimi, Allah rəhmət etsin, Oqtay Quliyev, o məni gördü konservatoriyada, dedi ki, hə, hazırlaşsan, dedim, yox, mənə icazə vermədilər. Yapışdı mənim əlimlə, apardı Süleyman müəllim Ələsgərovun yanına, Allah rəhmət eləsin, böyük bəstəkarımızın yanına. O bizim kafedra müdürü idi. Dedi ki, mən istəyirəm, bu uşaq da çalsın, belə həvəslidir, oyamayan. Məni də saldılar ora. Belə, bilirsiniz necə, dublyor kimi də, birdən kimsə xəstələnərsə. Nəysə, mən də ora hazırlaşdım. Mənə konsertmeister lazım idi, məni müşahidə eləyən. Və o vaxtda tələbə olaraq heç kim orada iştirak eləmirdi o müsabiqədə. Mən Nərgizə dedim ki, mənlə çalarsan o müsabiqədə. Dedim, mənə qoyarlar, mən tələbəyəm. Dedim, onda, yəni, yox, onda sadəcə tələbə yoldaşısınız. Bəli. Məndən də 1-2 kurs yuxarı idi. Mən çünki əsgərlikdən sonra gəlib girmişdim. Yaşda mən 2 yaş böyüyəm. Bu başdan deyim də onu. Kursda o qava idi. Yaşın nə fərqi var ki, ay Eşən bəy? Əlbəttə. Nəysə, orada biz o müsabiqədə arzu olunmaz şəxs olaraq iştirak elədik. Ancaq çox həyatımda mənim bəlkə də o mübarizlikdən gəlir. Mən həmişə hər şeyə axıracan gedən adamam. Və mən orada birinci yer tutdum. Tarlarda Malik Mansurov, kamançalarda mən, Nərgizlə. Yəni, o vaxtki tələbə yoldaşımız. O vaxtki tələbə, indiki ömür yoldaşınız. Sonra da elə oldu ki, elə bil o həm birinci yer tutdum, həm də bonus olaraq da Nərgizlə ailə həyatı qurduq. Bu hədiyyə oldu o. Hədiyyə, ən böyük hədiyyə oldu əlbəttə. Və belə yaşadıq. Amma mən baxmışdım müsahibələrinizdən bir-ikisinə, o verilişin birisində görmüşdüm Nərgiz xanımı, deyir, heç vaxt da qısqanmamışam, bu onun işidir. Amma o görünür, yəni, həqiqətən o qədər bir-birinizi tamamlamışsınız ki, yəni, öz axarı ilə da gedib ailəniz. Yox, inanırsınız, o birdən qısqanıb, olub. Ancaq elə adamlara qısqanıb ki, heç onu qısqanmağa dəyməzdi, o mənə biraz təsir eləyir. Dedim, sən bir dəfə hər adamı qısqanmadım mən. Deməli,
əsas şeyləri gözdən qaçırdım da, yəni. Hə, əsas şeylər. Yox, əlbəttə hər şey nəzarətdə olanda gözəldir. Qısqanclıqda, yəni patoloji olmasın, xəstəliyə çevrilməsin. O bizim münasibətlərimizə pis təsir eləyəcək. Orada artıq heç bir romantika yoxdur. Orada ancaq ailələr niyə dağılır? İnamsızlıqdan. Və biz hərdən qısqananda unuduruq ki, elə mənə də aiddir. Biz qısqanarkən unuduruq ki, biz artıq təhqir eləyirik. Bilirsiniz, o qısqanclıq özü ülvi bir hissdir. Yəni bölüşmək istəmirsən onu heç kimlə. Ancaq onu vəhşicəsinə eləyəndə problem oradan başlayır. İnamsızlığa çevirmək olmaz qısqanclığı. Mən oğluma da demişəm, düzdür. Nə qəşəng sözdür. Hə, doğrudan da. Həddi təhqir elə. Əlbəttə qarşıdakı insan təhqir eləyirsən. Əslində təhqir eləyirsən. Sən ona inanmırsan, sən onunla bir həyat yol gedəcəksən. Vacib deyil ki, ged öz yoluna. Yox, mən sizə deyim ki, sizdə ki bu danışıq var. Siz bütün kökünüzü sudan çıxartmısınız. Mən hiss eləyirəm bunu. Sizi tutmaq da olmazdı heç. Maşallah, siz ki söhbətləri belə gətirirsiniz. Heç bu adamdan şübhələnmək olar. Ay Nərgiz xanım. Ya sağ olsun, mənə yola ver. Mən biraz çətin adamam. Necə çətin adamam? Rahat adamam əslində hamı üçün. Ancaq mənim də bir hardasa azadlığım var ki, hər insanın özünün bir komfortu olmalıdır. Hardasa öz dünyasında öz otağı olmalıdır ki, ora heç kim toxunmamalıdır və o qarşılıqlı olmalıdır. Məsəl üçün, bir dəfə yadımdadır, hələ təzə ailə quran illərimiz idi. Mən bir-iki dəfə evdə nəsə söhbət oldu. Bir kəlmə onda söz dedim ki, bura mən elə bir yerdir ki, mən bütün dünyanın nə problemi var, hamısından qaçanda bura gəlirəm. Burada rahat oluram, buranı məndən alma. Bir kəlmə onda dedim belə, onunla da qutardı o söhbət. Bax, problem bəlkə də indiki ailələrdə bizim verilişimizin formatı başqadır, amma sözünüz bizi dinləyən gənclər varsa, bizi dinləyən çox mühümdür. Müəyyən yaşda insanlar varsa ki, ailəsində problem yaşayır, əsas da bəylərə aiddir bu. Təbii ki, xanımlar oradan Nərgiz xanımın götürdüyü payı özünə götürməlidir ki, onlar. Amma bəlkə də indiki zamanda problem odur ki, misal üçün siz deyirsiniz ki, bütün problemlərdən qaçıb gələcəyim yer bu evimdir, ocağımdır, sənin yanındır. Bəli. Bunu məndən alma. Amma indi əksinədir. Evdən qaçırlar. Ona görə ailələr bu gündədir. Bəli, baxın, illərin sənətkarı, evi gərək evdə elə bir mühit olsun ki, bu yaxınlarda da eşitdim o sözü, bir də bilirdim, ancaq yenə eşitdim. Yəni insan üçün xoşbəxtlik nədir? İşə qaçasan və işdən də qutarında evə qaçasan. Yəni arzu olunan yerlər. Yəni işdə də şəraitin elə olsun. İndi məndə həmin o komfortdur. Mən inansız işə necə gedirəm? Nərgizin əlindən qaçıb getmirəm. Bir yerdə gedirik. Yaxındır. Gəzə-gəzə gedirik işə. İşimizi də işləyirik, yenə də evə tələsirik. Yəni gözəl bir. Gözəl. Allah sizin xoşbəxtliyinizi daim eləsin. Allah hamımıza qismət eləsin. Bütün övladlarımıza. Bu dünyada ruh ikizini tapmaq, tayını tapmaq çətindir. Hər adama nəsib olmur. Ailəni hər adam qurur, hər adam sevə bilər, hər adam evlənə bilər. Amma o ruh ikizini tapmanda tam olursunuz. Siz tam olmusunuz. Allah ona da can sağlığı versin sizə də. Amma oğlunuz sizin sənətinizin dalınca getmədi. Gəliniz, amma bildiyim qədərilə bu peşədə hardasa, musiqi sayəsində. Bəli. Oğlum peşənin dalınca getmədi, ancaq o peşə onu gətirdi həmin yerə ki, oradan həyatını qurdu, belə deyək. Oğlum çox istedadlı idi. Kamança ilə biraz da məşğuldur, piano ilə, kamança ilə. Ancaq hansısa bir ömrümüzün hansısa bir momentində, onun təxminən 8-9 yaşı olanda belə, o dedi ki, mən istəmirəm məşğul olmaq buna. Kompüterə falan belə, yoldaşım mənə dedi ki, Elnar istəmir. Dedim, istəmir, o da dedi ki, o nə qədər də çalsa, yaxşı olsa, həmçə sənin kölgəndə olacaq ki, yaşanın oğludur, qoy elə. Dedim, o istedad qoy dincəlsin, o münbit torpağı da qoyurlar, 1 il, 2 il, güc toplasın. Mən ümidim var ki, nəvəmlə bu işi davam edeyim. Var istedad onda? Çox.
çox istedadlıdır, gözəl eşitmə qabiliyyəti. Hələ balacadır, 5 yaşı var, ancaq bilinir artıq. Bilinir. İnşallah o davam etdirər sənətinizi. İnşallah. Tələbələriniz onsuz da sizin sənəti yaşadır. Bəli, Tələbələrinizin onsuz səsi sorağı artıq bəllidir ki, Elşən müəllimin tələbələridirlər. Onlar da övladlarımdır mənim, çox istəyirəm hamısını. Sizin tələbəniz olmaq istəyirəm, amma heyf ki, bacarmıram. Eybi yox. Oğlumu göndərərəm yanınıza. İnşallah, inşallah gəlsin. Bəs Elşən müəllim, var tələbələrinizdən arzuladığınız yerdə gördüyünüz, sizin davamçınız? Bəli, əlbəttə, şükür Allah, o barədə müəllim kimi çox xoşbəxtəm. Bugün, indi bir dənə rəqəm deyəcəm, mən Milli Konservatoriyada işləyəndə bir gün ayıldım ki, 7 tələbəm mənlə bir yerdə orada dərs deyir. Mənim əməkdar artist tələbəm var, Tərəqqi ordenli tələbəm var, Elnur Əhmədov. Yetər ki, onun adını, bəli, bu boyda vaxt, lap körpə vaxtından, 1-ci sinifdən. Elnur Əhmədov, Ceyhun Mirzəyev Muğam mərkəzində çalışır, Buta ansamblında. Sonra Elvin Novruzov, gözəl saz kompozisiyaları da ifa edir. Fərid, Könül Vəliyeva, Fərid Babayev. Yəni, bugünkü gün, inanın ki, artıq Qarabağa da 2 tələbəm gəlir mənlə orada çalışmağa. Bəli. Bu il imtahandan, müsabiqədən keçdilər, ora qəbul oldular, işə qəbul imtahanlarındandır bizdə. Şükür Allah, orada mənlə fəaliyyəti davam edəcəklər. Nə gözəl, tək ki, tələbələr, müəllimi yaşadan tələbələridir, tələbələrin də tələbələridir və belə-belə artır gedir. Allah rəhmət eləsin Arif Babayev, Arif müəllimin bugün tələbələrinin tələbələri də var. Artıq nəticə kötücəyə qədər gedib çıxır. Yəni nə qədər ki o davam edir, heç o Arif müəllim unudulmayacaq. Ona görə də sizin kimi sənətkarların sənəti və tələbələri sizi yaşadır.
Ay Şəmbəliyim. Vallahi Qonaq gəl bizə də qonağımız Respublikamızın xalq artisti Elşən Mansurovdur. Elşən Mansurov və onun kamançası, belə deyək. Çünki o kamançanı da xüsus təqdim eləməyə lazımdır. Onun da özünün mənə elə gəlir ki, ayrıca bir yeri var, ayrıca bir ruhu var. Ay Elşən müəllim, belə ifa eləyirsiniz. O hələ bir yuxarıda bir bəm var idi, bir şeydi. O belə arada ürəyinizin belə üzüldüyünü hiss eləmirsiniz. olur. Adam elə gəlir ki, bu dəqiqə ürəyi üzüləcək bu adamın, yəni. Olur, hərdən olur. Uzaqlara gedirik hərdən. Çox özü hər ifadan sonra gözünüz dolur. Yaşayırsınız hamısını. Olur. O da olur. Həmişə olmur. Yarı yolda qoyub heç sizi. Yarı yolda hələ yox. İnşallah nə vaxtsa qoyacaq. Yox, yəni ailət olaraq olur da, indi sizi çətin vəziyyətdə qoyub heç. Heç əsəbləşib ifa etmisiniz onu, yoxsa ancaq belə elə... Əslində o bütün hisslərin tərənnümüdür alət. Alət insanın, bilirsiniz bir məsələ də var, çox qəribə bir şeydir. Nə vaxtacansa öyrənirsən, istinad eləyirsən, öyrənirsən, öyrədirsən və nəhayət bir gün özünü çalırsan. İnanırsınız, elə sənətkarlar olub ki, mənim yəni gözümün qabağında, nə qədər ki öyrəndiyini çalıb, çox gözəl olub. O vaxt ki artıq öyrəndiklərini bəyənməyib özünü çalıb, heç nə. Kaş öyrəndiyində Kaş elə öyrəndiyində qalardı. Ona görə o çox maraqlı bir andır. O hər incəsənətin yəqin ki hər sahəsində var bəlkə də. İnsan özünü çalanda, özünü ifadə eləyəndə özü olaraq onda bilinir o kimdir. Siz görünür kimsiniz. Yox, mən əslafla ona görə demirəm. Yox, ruhunuzu deyirəm. Yəni o dərin belə duyğu aləmi var da orada. Çox dərin, həssas, kövrək, özünə qapanıq, həyatı sevən, yaşadığı hər anın dəyərini bilən, hər anın həzzini alan, kədərin belə zövqünü yaşayan bir insanın ifasını görüyor da. Bu sözlərdən sonra adam necə ifa eləyər? Heç nə. Mənə bir sizlə maraqlıdır. O əsəbləşmisiniz içində olur da, insansız da. Əlbəttə. Əsəbi olanda necə ifa eləyirsiniz? O yansıyır ora. O da əlbəttə yansıyır, hər şey yansıyır ora. Əslində dilinlə deyə bilmədiyin şeyləri elə olur ki, ifa ilə deyirsən. Mən bir dəfə elə bu söz vaxtına gəldi. Bu sənətin çox böyük imkanları var. Nə barədə? Özünü ifadə baxımından. Alım Qasımovla bir toydaydıq, el şənliyində, indi elə deyirlər, toy idi da. Yəni, fərqli bir toy idi. Buzovna kəndində idi gərək ki. Çox uzun illər əvvəl. Bəyimiz orada gözdən əlil idi, görmürdü. Gəldik toya, nəsə yaxşı da cəmaat da yığışıb ona yaxşı toy eləyirlər. Bizim milləti bilirsiniz, bir balaca da adamda bir zəif yeri olanda oranı çalışırlar. Çox gözəl də bir toy yedirdi. Gəldi, çıxdı bəy tərifi. Bəy tərifi momenti gəldi, çıxdı. Bəy tərifi də nədir? Yəni tərifləyirsən də bəy tərifsən, qaşın belə, gözün belə, bu gözəl, bu günə gün çatmaz çalasan dili ilə, nə belə tərifləyirlər. Oxudu alim, özü o segah üstündə olur axı. Birdən alimin beyni söndü, başladı ki, bir dənə qəzəl başladı oxumağa. Ki, yəni ki, bu nə əcəb bəxti qarayam mən, nə bilim, nə gözdən belə, nə var onu oxudu da. İnsanın bütün, yəni oradakılar, bütün o bədbaxt adam öz haqqında nə deyər? Onun hamısını bu musiqi ilə dedi. Hamımız kövrəldik, hamımız ağladıq. Ancaq o reallığı deyil, yəni nə var burada teatr düzər? Alimdə var axı. Yox, elədir də. Elə ona görə də sənətkardır da, o sevilir. Yəni onu dedi və o toydan əgər yadımdadsa heç pul zat da almadı, çıxıb gəldi. Yəni ki, o siz dedinizə qəzəblə heç, hər şeyi qəzəblə, yəni olan hisslə hər şeyi demək olmur. Ancaq birdən görsən olur ki, partlayır adam. Məsələn, o mənim indiyəcən də yadımdadır.
ki, o qədər məndə təsir buraxdı ki, yəni bunu ha təriflə, bu bilmir kimdir. Bilir də onun nə yazığını. Ancaq hərdən bir dostumuz vardı, ona da hirsli vaxtımda dedim ki, yəni o da gözdən əlildi. Dedim, sənə paxıllığım tutur ki, sən filan kəsi görmürsən. Qəşəngdir, qəşəng. Əslində onun özünü yaxşı hiss elətdirmisiniz də. Filan kəs. Qəşəng söz deyirsiniz. Siz Eşən müəllim belə sizin sözlərinizi qəşəng yığıb statusda paylaşmaq lazımdır. Statusluq sözlərdir. Hərdən olur, danışdıran olanda olur. Eşən müəllim, biz yavaş-yavaş yekunlaşdıracağıq. Mənə maraqlıdır. 63 yaşınız var. Nəyi unuda bilmirsiniz? Oyda. Və ilk anda ağlınıza nə gəldisə, demək ki, onu unuda bilmirsiniz. Heç nə gəlmədi, inanırsınız. Belə çox səmimi deyəcəm. Həyat o Doğrudan da qədər istədim nəyisə fikirləşim. Heç nə fikirləşə bilmədim. Hamısını unutmusunuz. Yox, unutmamışam. Yəni yaşanılıb keçib də, yəni bir iz buraxmayıb. Yox, bilirsiniz, o anda adam gərək, düz deyirsiniz, gərək o nəyi mən çatdırıb düşünə bilmədim. Nəyisə düşünə bilmədim, çox səmimi deyəcəm. Yoxsa mənim üçün heç bir problem yoxdur. Yaxşı, nəyin peşmançılığını çəkirsiniz? Gözəl suallar. Əsl suallar indi başlayır, verilişlə qutarır. Hələlik ki, elə peşman olduğum bir şey yoxdur. Deyim ki, səhvlərim çoxdur. Mən, inanırsınız, çox qəribə adamam. Mən bütün səhvlərimi bilərək eləmişəm. Bilmişəm ki, bu səhvdir, ancaq eləmişəm. Çünki o mənə aid olub. Onun zərərin mənə aiddirsə, ancaq inanın ki, dünya dağılsın. Bilim ki, mənim bu işimdən kiməsə 1 qram zərər var. O iş mənim 1000 qat da xeyrimə olsa, mən o işə eləmərəm. Ancaq səhvlərim çox olub. Səhvlərimdə özümə aid olan hissələrini özüm yaşamışam, qutarıb gedib. Yaxşıdır. Deyir ki, mənim qorxacaq yerim yoxdur. Nərgiz xanım, heç nə demirəm. Siz biraz bu yol boyu, Nərgiz xanım Bakıdadır da, yəni Xankəndiyə bərabər qayıdacaqsınız da. Bəli, bir yerdə qayıdacaq. Yaxşı, yolunuz maraqlı keçəcək, əgər qulaq asırdınızsa Nərgiz xanım bizə. Yaxşı, nə üçün, nə yaxşı ki deyirsiniz? Daim deyirsiniz ki, həyatımın ən gözəl seçimi. Bəli, hazırdır deyim. Sualı tamamlama. Xankəndiyə getməyim. İnanırsınız, onu mən özdə hər şey dünyada təsadüfdən olur. Başqa bir adamla o barədə söhbət olurdu. Birdən mən də həmin adamın yanındaydım. Dedilər ki, Elşən salam deyir. Ver telefonu, Səbuhi İbayev bizim böyük sənətkarımız, xanəndəmiz, məcnunumuz. Mənə dedi ki, bəs Elşən orada, sən də bir dəqiqə dedi, mənə dedi, konsertmeister lazım olacaq mənim sinifimdə, gələ bilərsən ora. Yəni, heç kimin ağlına gəlməzdi ki, mən gedərəm orada. Söz idi, dedi. Yəni, neçə il burada mən bütün həyatım, ailəm, dedi, birdən gələ bilərsən bura bir məndə yer var, konsertmeister. Dedim, Səbu, gələrəm, heç bir problem yox. Ancaq bir də mənə vaxt ver, xanımdan soruşum. Bu yaşda mənim ora gəlməyim biraz düz olmaz. Görüm, xanım da gəlsə, o da piyanistdir, orada ehtiyac varsa, o da gəlirsə, bir yerdə gələrik. Nəsə elə oldu ki, soruşdum xanımdan ki, gedərsən, məndən deyir, niyə getmirəm, sənlə hər yerə gedərəm. Onunla da zəng gələm, dedim, biz gəlirik, tamam. Sonra bizim Zav kafedramız Arslan müəllim növrəsidir, gözəl tarzan, istedadlı tarzan. Kafedra müdürümüz oydu. Ona mən zəng elədim, məlumat verdim ki, yəni belə bir şey olsa mən gəlməyə razıyam. Sağ olsunlar, rəhbəri də Türkər müəllim Qasımzadə bir gözəl bəstəkarımız. Mənə çox gözəl qəbul elədilər, çox gözəl, elə bir hər şey qarşılanmaqdan asıldı. Təsəvvür eləyin ki, mən ora gəldim Xankəndidə, maşının dolu əşyalar filan. Birinci çamadanımı bilirsiniz kim götürdü? Bizim dekanımız. Götürdü, mənə kömək elədi ki, onda lift işləmirdi hələ, 5-ci mərtəbə. O başladı, hərə bir şey götürüb, dördük, ev eşik olduq artıq. Nə gözəl, yəni onu heç tərəddüd eləmədən, yəni bu gün də çox xoşbəxtəm ki, oradayam. Nə yaxşı.
Allah sizin xoşbəxtliyinizi, can sağlığınızı, ailənizi, sənətinizi, peşənizi daim eləsin. Deyir, insanlar bu dünyadan köçəndə unudulmurlar da. Onlar bu dünyadan köçəndə ölmürlər. Unudulanda ölürlər. Bəli, bəli. Və ona görə də sənət adamları bu həyatda ümumiyyətlə sənətdən də başqa iz qoymağa gələn insanlar var. Seçilmiş insanlar da olar ki, onlar heç vaxt ölmürlər. Əsrlər keçir, illər keçir. Ya onlar daim o sənətləri ilə, əməlləri ilə tanındıqları üçün daim da yaşayırlar. Onlar əbədi yaşayan insanlar. Sənətiniz də, adınız da əbədi yaşasın inşallah. Çox sağ olun Əsər xanım. Mən də çox şad oldum. Doğrudan gələndə vaxtı soruşdum sizdən ki, nə vaxt çıxa biləcəm. İndi deyəsən gecikəcəm. Sağ olun, mən də təşəkkür edirəm sizə, diqqət göstərmisiniz. Bizi bu imkanı əslində böyük bir şeydir ki, mən birdən-birə bu qədər adamla harda söhbət eləyəcəkdim. Düzdür. Sizin vasitəvinizlə biz bugün xalqımızın yurdsevərləri ilə, bu kanalı sevənlərlə birbaşa ünsiyyətli olduq və ümid edirəm ki, onlar üçün maraqlı oldu bizim söhbət. Məncə çox maraqlı oldu. Onları deyə bilmərəm. Mənim, yəni bugün ruhuma bu söhbət lazım idi, bu musiqi lazım idi. Çox sağ olun gəldiyiniz üçün, vaxtınızı ayırdığınız üçün. Allah sizə var eləsin. Sizi yolunuzdan qoymayacaq. Xankəndidən gedir, baxıllıq tuturmu tutur. Əlbəttə. Gəlin qonağımız olun. Gələcəm. Bu yaxınlarda oradaydım, yenə gələcəm inşallah. Gəlin, mütləq mənə xəbər eləyin. Sizin qonağınız olaram. Allah sizə can sağlığı versin. Yolunuz açıq olsun. Sağ-salamat gedin. İşinizi, peşənizi sağ-salamat davam etdirin. Mən də dinləyicilərimlə sağollaşıram. Əziz dinləyicilərim, çox sağ olun ki, o dəyərli vaxtınızı bizə ayırdınız. Qonaq gəl bizə də. Bugün dəyərli sənətkarımızla həmsöhbət oldunuz. Respublikamızın xalq artisti Eyşan Mansurov idi qonağımız, kamança ifaçımız. Həm qəşəng musiqilər dinlədik, həm gözəl söhbətlər elədik. Mən inanıram ki, bu söhbətdən hərə özünə bir pay götürdü. Çünki Eyşan müəllimin bir başqa ruhu var. Danışanda sanki bir mesajlar ötürürdü bizə. Hərəmiz öz payımızı aldıqsa sağollaşaq. Sağ olun. Görüşərik, hələlik deyirik, salamat qalın. Gel sen.